Deməli, sınaq 1-in növbəti sualına baxırıq. 24-cü sual. 24-cü sualda bizə nə deyir? Deyir, insanın 128 tənəffüs aktını həyata keçirdiyi müddətdə böyrəklərdən əmələ gələn deyir, ilk sidiyin minimum təqribən miqdarını hesablayın. Burada bizə 128 tənəffüs aktı dediyinə görə deməli, ümumi 2 dənə akt var. 128 böldü 2-yə. Böləndə 2-yə nə düşəcək? Düşür 64 tənəffüs hərəkəti. Yəni bir tənəffüs hərəkəti 2 aktdan ibarət. Biz də bilirik ki, bir dəqiqə ərzində 16 tənəffüs hərəkəti baş verirsə, bəs 64 tənəffüs hərəkəti neçə dəqiqə baş verir? X qədər. X-ım da olacaq buradan. X bərabərdir 4 dəqiqə etmiş olar. Sonra bizə deyir ki, həmin bu müddətdə böyrəklərdən əmələ gələn ilk sidiyin minimum miqdarı. Minimum miqdar biz bilirik ki, 1500-1700 litr qandan 170 litrinə əmələ gəlir. Deməli, deyəcəyik ki, ilk sidiyə əmələ gəlir. Minimum dediyi üçün 150 ilə hesablayacaq. İndi biz nə edirik? 150 dediyi üçün burada artıq. İndi burada deməli bir sutkada deyəcək ki 1500-1700 litr əmələ gəlir. Amma biz bunu 4 dəqiqə üçün tapmalıyıq. Ona görə nə edirik? 4 dəqiqəni vururuq 150-yə, bölürük. 24 saat dediyinə görə 1 saatımız 60 dəqiqə. 24'ü də vururam 60'a aşağıda. Deməli 4'ü vurdum 150'yə, böləndə 60'a. 4 burada ixtisar getdi. 24 ilə burada qaldı 6. Burada da sıfırlar getdi. Deməli 15'i bölürük 36'ya. O da düşəcək neçə? Deməli 15'i 36'ya böləndə düşür 0,41. 0,41, o da 0,4 litr etmiş olur. Cavab olacaq onda B variantı. 26-cı suala baxırsınız. Deməli oldu burada B variantı. Uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin deyəndə qızılca, yəni verili vərəm, inək taunu, çiçək, donuz vəbası. İnsanın yalnız bir dəfə tutduğu xəstəliklər. İnsanın bir dəfə tutduğu xəstəlik. Deməli A-ya aid olacaq 1. Yəni qızılca, bir də 3. Çiçək. Amma vərəm aid etmirik konkret bunu. Bir də insanın heç bir zaman tutmayacaq xəstəlik inək taunu, donuz vəbası 2-5. Cavab olacaq D variantı. Əzələ və sinir toxuması üçün orta funksiya sayıla bilər. Deməli biri yığılma və ötürmə, biri və oyanma və ötürmə. Hər ikisi oyanma və ötürmə, biri də yığılma, ötürmə. Deməli oyanma hər ikisində var ona görə də. Oyanma hər ikisində olduğuna görə deməli cavab olacaq A variantı. Hər ikisində oyanmanı qeyd edirik. Deməli hər ikisində oyanma funksiyası sayıla bilər, digərlərini götürmürük. Verilənlərdən biri onurğa beyninin reflektor funksiyasına aid deyil. Reflektor funksiyasına aiddir. Yəni bu artıq bizə nə soruşur? Bir var reflektor isə, bir də var nəql edici isə. Bizə reflektor, məsələn ətrafların bükülməsi. Bu nəql edicidir. Diz refleksi xeyir, əlin çəkilməsi xeyir, parmaqların ısınması xeyir, baş beyninə gələn impulsların onurğa beyninə ötürülməsi, bu reflektor funksiyaya aid edilmiş olur. Cavab olacaq Y variantı. Qaraciyərdə karotin maddəsində sintez olunan vitamin çatışmadıqda, mənim məsələn bu A vitamini ilə bağlıdır. Dərsliyimizdə də verilir. Bu artıq deyəcək ki, hansı simptomlar əmələ gələcək? Deməli, sümüklərin əyilməsi xeyir, cinsiyyət vəzlərinin şirp olması xeyir, bu Y vitaminidir, diş ətlərinin qanaması C-dir, böyümə və inkişafın ləngiməsi, bəli, cavab olacaq D variantı. Süd vəzlərinin deyir ki, vəzlərində 30-cu sualda əmələ gəlməsi nə zaman baş verir? Yadda saxlayırsınız ki, artıq hamiləlik dövründə süd vəzləri nə edir? Əmələ gəlməyə başlayır. Ona görə cavab olacaq B variantı. 31-ci sual. Mədə şirəsinin tərkibində olan maddələrin onların yerinə yetirdiyi funksiya arasında hansı uyğunluq vardır? Baxırsınız ki, selik deyəndə selik artıq nə edir? Mədə divarlarını qorudu. Xlor tüksü deyəcəyiz ki, bakteriyaları
neynədir? Məhv elədi. Zülallar parçalayan isə fermentlər olacaq. Ona görə cavabımız olacaq nə? C variantı. Orqanizmin daxili maye mühiti üçün doğrudur. A variantına baxır. Hüceyrələrdən və hüceyrə arası maddələrdən ibarətdir. Xeyr, toxuma arası maye götürə bilərik. Qanla hüceyrələr bilavasitə təmasdadır. Xeyr, qan ümumiyyətlə damarların tərkibin hissəsinə daxildir. Limfa kapillərlərinə sızan hüceyrə arası maye plazma adlanır. Xeyr, limfa maye isə limfa damarları ilə qan damar sisteminə keçir. Bəli, sonda da gəlir körpücük 6 venaya gəlmiş olur. Ona görə cavab olacaq D variantı. Y variantı sabit olmayıb. Xeyr, əksinə bu sabit formadadır. Ümumi bu verilən qaydadır. 30-cu suala baxırıq. Rəqəmlərdə göstərilən istiqamətlərdən hansı yanlışdır? Deməli, limfadan qana gedə bilər, qandan da limfaya gələ bilər. Bu hər ikisi doğrudur. Qanla toxuma arası mayəsi arasında da əlaqə var. Bunlar da doğrudur. Yəni 1, 2, 3, 4 doğru. Harda varsa bunlar çıxdaş olundu. Gəldim. Toxum arası deməli, toxuma mayesi limfaya keçə bilər, amma limfa heç vaxt toxuma mayesinə qayıda bilməz. Ona görə deməli 6-nı götürmüş olacaq, cavab olacaq Y variantı. Hansı orqanın fəaliyyəti nəticəsində kimyəvi enerji, elektrik enerjisi çevrilir? Bu beyinlə əlaqəli olmuş olur. Cavab olacaq B variantı. Sual işarəsinin yerinə yazıla bilər. İstiliyin daima əmələ gəldiyi orqandır. Deməli bu çünki bizə şəkildə nə verilib? Qaraciyər verilib, bir də əzələ verilib. Ona görə bunu hər ikisi üçün ortaq xüsusiyyət sayıla bilməlidir. Çox nüvəlidir, bəli. Vitamin sintezində iştirak edir. Deməli, vitamin sintezində iştirak edir. Xeyr, bu qaraciyər aiddir. Bədən temperaturunu tənzimləyir. Bu olacaq, bəli, hər ikisi. Qanı ehtiyat halında depolayır. Bu qaraciyərə aiddir. Ona görə 5-də getdi. 2, 4 cavab olacaq D variantı. Sonra 36-cı suala baxırıq. Timus vəzi haqqında hansı fikir yanlışdır? İnsan yaşlandıqca timus vəzi atrofiyaya uğraya bilir. Bəli. Timus vəzi hormonlar uşaqlarda cinsiyyət vəzlərinin vaxtından əvvəl inkişafının qarşısını alır. Bəli. Hazırladığı hormon tireoksindir. Yox, timozindir. Cavab olacaq C variantı. 37-ci sual. Şəkildəki orqan haqqında verilmiş hansı məlumat yanlışdır? Şəkildə verilən orqan gözdür. Yəni A variantını diqqətlə görmədə baş beyin yarımkürələri məlumatı həm sağ, həm sol gözdən alır. Bəli. Məlum olan əşyaların tanınması üçün gözlərin hərəkəti vacib deyil. Bəli, vacib olmaya bilər. Məsələn, hərəkət etməsə belə görmə xüsusiyyətinə malik olur. Bu da doğrudur. Rənglərin qavranılması kolbacıqların müxtəlif nisbətdə oyanmasından irəli gəlir. Bəli. Kolbacıqları artıq bu da müxtəlif nisbətdə oyanmasından irəli gələcək. Çünki burada da yəni kolbacıqlarda burada deyir ki, işıqda görməni təmin etmiş olur. Ona görə bu da doğrudur. Görmə sinirinin torlu qişidən çıxan yeri fotoreseptorlarla zəngindir. Artıq bu yanlışdır. Müəllimlər, çünki görmə siniri çıxan yer körləkərdir. Körləkərdə də fotoreseptorlar daha zəngin. Artıq bunu deyə bilmərik. Çünki görməsinin torlu qışın çıxan yer fotoreseptorlara zəngin olduğunu deyə bilmirik. Çünki o körləkədir. Cavab olur burada D variantı. 38-ci sual. Verilmiş proseslərdən hansı qanın normal vaxtalama prosesinin gedişatını zəiflədir? A variantı qan plazmasında fibrinogenin fibrinə çevrilməsi. Bəli. Məlum məsələdir. Bu doğru fikirdir. Yəni fibrinogen fibrinə çevrilir. Bunun nəticəsində yəni gedişatını bu zəiflədə bilməz, əksinə gücləndirir. Qan plazmasına protrombinin trombinə çevrilməsi bu da doğrudur. Orqanizmdə K vitamini miqdarının azalması. Xeyr, azalması yox, artması. Yəni laxtalama prosesində kömək eləyir. Amma burada deyir ki, azalması. Ona görə bu yanlış fikirdir. Cavab olacaq C variantı. Əgər B1 vitaminin olan sutqal minimal tələbatı A qəbul etsək, yəni 2-3 milliqramdır B1 vitamini olan. Bizə minimum dediyi üçün deməli A bərabərdir neçəyə? 2-yə. Deyir A bölə 100. A bölə 100. Yəni A-nı da yerinə gətirib qoydum da 2 bölə 100. O da eləyir 50-də 1 ixtisar aparanda
böləndə elə 2-ni də 100-ə bölündə 0,2. Biz də bilirik ki, bu hansı vitaminin deməli minimal tələbatını ödəyər. Çünki 0,2, 0,5 bu D vitaminidir. Minimal ödəyəcək nəyi? D vitamininin miqdarını ödəmiş olar. Cavablar B variantı. 40-cı suala baxırıq. Kosmik gəmidə olan kosmonavt fəzada səmti yalnız gözü ilə təyin edə bilir. Bu hadisəni daha düzgün necə izah etmək olar? Məlum məsələdir ki, fəzada artıq kosmik gəmi deyirsə, kosmonavt fəzada olduğuna görə burada vestibulyar aparat nə edəcək? Deməli, artıq çəksizlik şəraiti olduğuna görə vestibulyar aparatın funksiyası pozulmuş olacaq. Gəlib baxaq görə hansı variantda öz əksini tapıb. Kosmonavt kifayət qədər məşq etməyib, xeyr. Vestibulyar aparatın funksiyaları artmışdır, artmayıb, yox, azalıb. Bu da uyğun gəlmir. Oval və dairəvi torbacıqlarda olan otoritlər yerini dəyişmişdir, xeyr. Çəksizlik şəraiti olduğu üçün vestibulyar aparatdan gələn oyanmalar beyin yarımkürələr qabığının müvafiq nahiyələrində ötürülmür. Bu artıq olacaq. Deməli, doğru variantımız. Çünki biraz əvvəl vuruladım ki, çəksizlik şəraiti olanda vestibulyar aparatın funksiyası pozulmuşdur. Cavabımız olacaq D variantı. Bu oldu bizim sınaq 1-in izahı. Deməli, ümumilikdə kanalımıza abunə oluruq. Növbəti, deməli, sınaqlarımızın izahı da kanalımıza yerləşdiriləcək. Sağ olun, təşəkkürlər.